Mən Səbinə Əliyeva, Riyaziyyat bölümünün 1-ci kurs tələbəsi. Burada bu istintdə bizim məqsədimiz riyaziyyatın mütləq qiymətin burada daha asan yolla hesablanması. Burada 40 sualdır, məntiqi suallar. Bu isə qarışqanın yolu. Burada daha asan suallarımız daha rahat yolla tapmaqdır. Burada A-dan B-yə daha rahat gəlmə yoludur, ən qısa məsafəmiz. Yəni doğrudan da belə bir şey var ki, riyaziyyat ən yaxşı riyaziyyatçı qarışqadır. Çünki burada bizim isbatımızda qarışqa doğrudan da ən qısa yolu gedir. Bu doğrudan da belədir. Burada mütləq qiymət, burada təlimimizin normalda 2 səhifəyə yaxın həlli var. Ancaq bunu daha qısa şəkildə göstərmək olar. Burada 17, ipimizin uzunluğu 17, 3 mənfi 2 bunlara taxılır və sonra sadəcə bunu çəkməklə təlimimizin həllini tapa bilərik. 8 və mənfi 9.